acılar bu səsə sorağa xoş gəlibsiniz. Ürək arzusudur gülüşüz bizə, böyük səadətdir görüşüz bizə. Qol qanat veribdir gəlişiz bizə. Sönməz bir çırağa xoş gəlibsiniz. Adoslar, necəymiş əllər ərənlər, zalimlər önündə sinə görənlər. Bizlər olduq tiyatrını verənlər, sizlər də baxmağa xoş gəlibsiniz. Hörmətli tamaşaçılar, sizə bir dastandan danışacağam. Bir ağır, dərsli qəhrəmanlıq dastanından. Dövran xanxanlıq dövranı idi. Xanların qılınclarının dalısı da kəsirdi qabağı da. Heç kim zikini çıxada bilmirdi. Çarşasıbın nəyi varsaydı əllərindən alıb özlərinə xoş yaşayış düzəldirdilər. Həsən xan bu qudurğanların biriydi. Qapısında ömür günlərini bir-birinə keçmiş alı kişi saçını saqqalını ılxıcılıqda pambığa döndərmişdi. Hər səhər ağ bir səhli günəşlə yuxudan uyanmamış, atları otarmağa, suvarmağa aparardı. Axşam ulduzlar çıraqlanıb, ağ səkkənli ay baba görünəndə xalxala qaytarardı. Dağlarda, çöşənlərdə alı kişinin ayağı dəyməmiş bir qarış yer də qalmamışdı. Bir səhər xoruzlar banlayanca, atları götürüb dəniz yaxınında otlu ələfli yerə apardı. Atlar oynamaqlarında, otarmaqlarında, kişi isə dayanıb onlara baxmaqdaydı ki,